Oç bürcü. Güne xüsusilə ciddi veya vacib işlərlə başlamaqdan çəkinin. Əvvəlcə daha sadə bir şeylə məşğul olun. Sonra daha çetin olanlara keçin. Etibarlı müttəfiqlərin köməyinə ehtiyacınız ola bilər. Onlara müraciət etməkdən çəkinməyin. Nə qədər tez etsən, bir o qədər yaxşıdır. Həmkarlarla kiçik fikir ayrılıqları mümkündür. Bütün tapşırıqları vaxtında yerinə yetirməyə imkan verməyəcəkləri riski var. Bununla belə, siz yenə də ümumi dil tapa və birgə hərəkətlər barədə razılaşa biləcəksiniz. Sərt tənqiddən çəkinsəniz, bu daha asan olacaq. Alış-verişə tələsməməyiniz yaxşıdır. Xüsusən də hələlik onsuz yaşaya biləcəyiniz şeylərə gəldikdə. Lazım olanı seçmək və müxtəlif variantları müqayisə etmək üçün özünüzə biraz vaxt verin. Günorta bəzi ailə məsələləri və ya qohumlarla işlədiyiniz biznes layihələri ilə bağlı xoş xəbərlər vəd edir. Bu zaman romantik münasibətlər üçün də əlverişli olacaq. Buğa bürcü. Günə xüsusilə ciddi və ya vacib bir şeylə başlamaqdan çəkinin. Əvvəlcə daha sadə bir işin öhdəsindən gəlin. Sonra isə daha çətin işlərə keçin. Etibarlı müttəfiqlərin köməyinə ehtiyacınız ola bilər. Onlara müraciət etməkdən çəkinməyin. Nə qədər tez etsən, bir o qədər yaxşıdır. Həmkarlarla kiçik fikir ayrılıqları mümkündür. Bütün tapşırıqları vaxtında yerinə yetirməyə imkan verməyəcəkləri riski var. Bununla belə, siz yenə də ümumi dil tapa və birgə hərəkətlər barədə razılaşa biləcəksiniz. Sərt tənqiddən çəkinsəniz, bu daha asan olacaq. Alış-verişə tələsməməyiniz yaxşıdır. Xüsusən də hələlik onsuz yaşaya biləcəyiniz şeylərə gəldikdə. Lazım olanı seçmək və müxtəlif variantları müqayisə etmək üçün özünüzə biraz vaxt verin. Günorta bəzi ailə məsələləri və ya qohumlarla işlədiyiniz biznes layihələri ilə bağlı xoş xəbərlər vəd edir. Bu zaman romantik münasibətlər üçün də əlverişli olacaq. Əkizlər bürcü. Tez hərəkət etsəniz və vaxt itirməsəniz, son günlər sizi narahat edən bir neçə problemi həll edə biləcəksiniz. Bir çox əkizlər bugün diqqətə layiq bacarıq nümayiş etdirəcək, başqalarının uğursuz olduğu yerdə uğur qazanmağın yollarını tapacaqlar. Gün əməkdaşlığa başlamaq və gücləri birləşdirmək üçün əlverişli olacaq. Potensial işə götürənlər və ya biznes tərəfdaşları ilə görüşlərdə iştirak etsəniz, yaxşı təəssürat yaratacağınıza əminsiniz. Nağd pul daxil olma ehtimalı var. Çox güman ki, bunlar nisbətən kiçik məbləğlər olacaq. Onları dərhal xərcləməkdən çəkinəcəksiniz. Aldığınızı saxlamağa üstünlük verəcəksiniz. Bu çox müdrikdir. Bir neçə gündən sonra bu vəsaitləri necə daha yaxşı idarə etmək aydın olacaq. Gün şəxsi münasibətlər üçün çox əlverişli olacaq. Dostlar və ailə ilə görüşlər yaxşı keçəcək. Ailəvi səfərlər xoş təəssürat buraxacaq. Günortadan sonra getsəniz, romantik görüş deməyiniz olmayacaq. Kərtəng bürcü. Siz qeyri-mümkün olanı xəyal etməyəcək və ya xəyal etməyəcəksiniz. Ancaq bugün həll oluna biləcək məsələlərə diqqət yetirəcəksiniz. Bu yanaşma sizə çox enerji qənaət edəcəkdir. Bəzi xərçənglər də uzun müddətdir davam edən rəqiblərini qabaqlaya və onların yolunda dayanmağa cəsarət etsələr, pis niyyətliləri tərk silah edə biləcəklər. Tanış üsullardan və ya təcrübədən istifadə edə bilərsiniz. Hər iki halda ulduzlar sizə dəstək və əlverişli nəticə vəd edir. Günün ortası üfüqlərinizi genişləndirməyə kömək edəcək fəaliyyətlər üçün əlverişli olacaq. Nəsə öyrənmək istəmisiniz? İndi başlayın. İlk addımları atmaq asan olacaq. Həyatınızı daha zəngin edən yeni hobbi və maraqlar da yarana bilər. Pul daxil olmaları, gözlənilməz hədiyyələr və xoş sürprizlər mümkündür. Gün ümumiyyətlə maliyyə məsələlərinin həlli üçün əlverişlidir, lakin gəlirləri xırda şeylərə sərf etməmək vacibdir. Şir bürcü. Gün ərzində bəzi xırda çətinliklər yarana bilər, lakin müsbət tendensiyalar üstünlük təşkil edəcək. Buna görə də bir çox işlərdə uğur qazanmağınız ehtimalı var. Tanış problemlərin öhdəsindən gəlmək xüsusilə asan olacaq, lakin yeniləri də sizi çətinləşdirməyəcək. Üstəlik,
yaxınlıqda məsləhət verməyə və ya bəzi öhdəliklərinizi çiyinizə götürməyə hazır olan insanları tapacaqsınız. Gün, peşəkar tədbirlərdə iştirak edən şirlər üçün faydalı əlaqələr vəd edir. Sürətli karyera yüksəlişi üçün imkanlar aça biləcək böyük iş görüşlərində diqqət mərkəzində olacaqsınız. Bununla belə, yalançı təvazökarlığı atmaq və nailiyyətlərinizi bölüşmək vacibdir. Son zamanlar tez-tez münasibət problemi yaşayan və sevdikləri ilə mübarizə aparan şirləri gözlənilməz dəyişikliklər gözləyə bilər. Bugün anlamaq çox asanlaşacaq. Uzun müddətli planların ortaya çıxması mümkündür. Qız bürcü, narahatlığınızın səbəbləri əsasən kiçik olsa da, günün narahatlıq və narahatlıq olmadan keçməsi ehtimalı azdır. Bəzi qız bürclərinin nəyin bahasına olursa olsun uğur qazanmaq həvəsi, onların ümidsiz layihələrdən vaxtında imtina etməsinə mane ola bilər. Enerjinizi boş yerə sərf etməməyə çalışın və tez-tez xatırlayın ki, bəzən dayanıb təslim olmaq lazımdır. Belə ki, daha maraqlı və faydalı bir şeyə keçə biləsiniz. İşte fikir ayrılıqları mümkündür. Həmkarlar və rəhbərliklə ümumi dil tapmaq çətin olacaq. Bəziləri daha təsirli üsullar təklif etsəniz də, sizi köhnə üsulla işləri davam etdirməyə inandırmağa çalışacaq. Belə hallarda sakit qalmaq çətindir. Amma sən bacaracaqsan və nəhayət hamı sənin fikrinə qulaq asacaq. Dostlarınız, ailəniz və digər yaxınlarınızla ünsiyyət qurmaq daha xoş olacaq. Onlar sizin nəinki dərhal başa düşəcəklər. Həm də hər hansı istəklərinizi yerinə yetirməyə çalışacaqlar. Və günortadan sonra paylaşdığınız fikirləri mütləq dəstəkləyəcəklər. Terezi bürcü, hər şeyi yaxşılığa doğru dəyişmək şansınız olacaq. Lakin siz tez hərəkət etməlisiniz. Bugün çox güman ki, sizə uzun müddətli düşünmək və düşünülmüş planlaşdırma üçün vaxt buraxmayacaq. Ona görə də intuisiyanıza güvənməyə hazır olun. Siz çoxdankı müttəfiqlərdən məsləhət istəyə bilərsiniz. Ancaq onların həm hazırki vəziyyətdən, həm də əsl məqsəd və prioritetlərinizi yaxşı bildiklərinə əminsinizsə, yaxşı olar ki, günə tanış işlərin həlli ilə başlayasınız. Sonra isə yeni bir işə keçəsiniz. Bugün görüşəcəyiniz insanların dəstəyi ilə tezliklə həyata keçirə biləcəyiniz planlar yarana bilər. Biznes, dostluq və romantik münasibətlərin başlanğıcı da mümkündür. Özünüzü necə aparmağınızdan və təşəbbüs göstərib götürmədiyinizdən çox şey asılı olacaq. Axşam romantik anlarla zəngin olacaq. Gözlənilməz eşq elanları mümkündür. Ailə ilə vaxt keçirməyi seçən tərəzilər çoxlu xoş təcrübələr yaşayacaqlar. Əqrəb bürcü, gün çoxlu canlı emosiyalar və yeni təcrübələr gətirəcək və cansıxıcı olmağa vaxtınız olmayacaq. Hətta çox maraqlı bir şeylə məşğul olmaq, bəlkə də çoxdan diqqət mərkəzində olan perspektivli layihədə iştirak etmək imkanınız ola bilər. İşgüzar görüşlər yaxşı keçəcək və çox sərfəli şərtlərlə əməkdaşlıq təklifləri ala bilərsiniz. Bu yaxınlarda özünü irişib hiss edən və seçimlərinin müdrikliyinə şübhə edən əqrəblərin həyatında əhəmiyyətli dəyişikliklər baş verə bilər. Sonrakı addımların hara getməsi və yeni işlərdə uğur qazanmaq üçün hansı addımların atılması aydınlaşacaq. Alış-verişə getməyin vaxtı gəldi. Çox güman ki, uğur qazanacaqsınız və özünüzə və yaxınlarınıza uzun müddət sevinç bəxş edəcək bir şey seçdiyinizə əmin olacaqsınız. Yeni il üçün dostlarınıza və ya ailənizə hansı hədiyyələr vermək istədiyinizə artıq qərar vermişsinizsə, alış-verişə başlaya bilərsiniz. Bir vaxtlar sizin üçün çox əziz olan biri ilə görüş mümkündür. Münasibətləri bərpa etmək şansı olacaq. Lakin çox şey sizin təşəbbüsü ələ almağa hazır olub olmamağınızdan asılı olacaq. Oğatan bürcü, uzun müddətdir çətin görünən bir şeyin öhdəsindən gəlməyin vaxtı gəldi. Vəziyyətlər müsbətə doğru inkişaf edəcək və siz istənilən çətin vəziyyətdən çıxış yolunu tez tapacaqsınız. Bir çox oxatanlar əvvəllər əldə etdikləri biliklərdən faydalanacaqlar.
Bunun sayesinde bu bürcün nümayendeleri daha aktif, lakin daha az tecrübeli rakiplerini qabaklayabilecekler. Müttefiklerinizi ağıllı seçmek bacarığı da faydalı olacak. İntuisyanız şüphesiz ki kime arxalanabileceğinizi ve kimden yaxşı bir şey gözlememeli olduğunuzu söyleyecek. Bu hem de son vaxtlara kadar gergin olan münasibetleri möhkemlendirmek için münasip gündür. Yakınlarınızla fikir ayrılıklarını aradan kaldıra veya bazı aile meselelerini halledebilirsiniz. Sevdiğiniz insan bugün size hususiyle dikkatli olacak ve bu son derece vacip olacak. Onların desteğini hissederek evveller sizi korkudan şeyleri edebileceksiniz. Pul vesayetlerinin dahil olması ihtimali var ve ümumi maliye menzeresi elverişli olacak. Alışveriş mümkündür. Seçiminizle sef etmek ihtimaliniz yoktur ve haddinden artık karşılama ihtimaliniz yoktur. Oğlak burcu. Bugün iş hayatınızda büyük değişiklikler gözlememelisiniz. Lakin ümumilikte vəziyyət elverişli olacak ve mövqelerinizi möhkemlendirmek veya müəyyən irəliləyiş əldə etmək fürsətini əldən verməyəcəksiniz. İş görüşləri yaxşı keçəcək və bəzi oğlaqlar ən yaxşı tərəflərini göstərə və nüfuzlu müttəfiqlər tapa biləcəklər. Nəzərə alın ki, bugün paylaşdığınız ideyalar çətin ki, dərhal həyata keçirilsin və siz əvvəlcə yalnız tənqid eşidə bilərsiniz. Bunu fəlsəfi qəbul edin və planlarınızdan əl çəkməyin. Sadəcə gözləyin. İnsanlarla ünsiyyət qurmaq və ümumi dil tapmaq bacarığı peşəkar konferanslara veya ictimai tədbirlərə qatılanlar üçün çox faydalı olacaq. Bütövlükdə gün yeni tanışlıqlar üçün əlverişli olacaq. Sizdən tamamilə fərqli olan və hər şeyi başqa cür görən insanlara dərhal müraciət edəcəksiniz. Bir dostluq yarana bilər ki, bu da sonda romantikaya çevrilə bilər. Dolça bürcü, diqqətini şəxsi məsələlərə, gündəlik məsələlərin həllinə və yaxınlarına kömək etməyə qadir olan bu bürcüdən olanlar üçün xüsusilə uğurlu gün olacaq. Bu sahələrdə müsbət tendensiyalar üstünlük təşkil edəcək və çox şey sizin səyləriniz olmadan da yaxşı nəticələnəcək. Uzun müddətdir görmədiyiniz insanlarla ünsiyyət qurmaqdan həzz alacaqsınız. Onlar maraqlı bir şey təklif edə və ya ideyalarınızı dəstəkləyə bilər. Bu da çox vaxtında ola bilər. İşdə çətinliklər mümkündür. Ancaq burada ciddi narahatlığa səbəb yoxdur. Çünki yaranan hər hansı problem müvəqqəti olacaq və siz onları çox tez həll edəcəksiniz. Bununla belə işgüzar münasibətlərdə seçici olmaq vacibdir. Fərqli insanlar sizi cəlb edə bilər və hər kəsin yaxşı niyyəti olmayacaq. Sövdələşmələrə tələsməyin. Xüsusən də kredit almaq və ya başqasının vəsaitindən istifadə etmək olarsa. Pul məsələsinə gəlincə, bugün həmişəkindən daha qeyri-ciddi ola bilərsiniz. Balıqlar bürcü. Sağlam bir skeptisizm bugün çox faydalı olacaq. Bu, pis adamların tələlərinə düşməmək və insanların dediklərinə dərhal inanmaqda kömək edəcək. Çox güman ki, ziddiyyətli məlumatlar alacaqsınız və real vəziyyəti anlamaq üçün çox vaxt sərf etməli olacaqsınız. İş və bizneslə bağlı qərarlar verməkdə tələsməyin. Maraqlı təkliflər ola bilər. Lakin məsələni hər tərəfli araşdırana və hər bir detalın diqqətlə nəzərdən keçirildiyinə tam əmin olana qədər yekun qərar verməyin. Dərhal hərəkətə keçmək üçün sizə təzyiq ola bilər. Belə anlarda soyuqqanlılığı qorumaq və təxribata boyun əyməmək vacibdir. İntuisiyanız sizə tələsmək üçün əsl səbəbin olub-olmadığını söyləyəcək. Şəxsi münasibətlərinizdə müsbət tendensiyalar üstünlük təşkil edəcək. Ona görə də potensial uğursuzluqlar barədə narahat olmağa ehtiyac yoxdur. Əlverişli şərtlər toplusu, yaxınlarınızla keçmişdə fikir ayrılıqlarını və mübahisələri tərk edərək, son vaxtlar sizi narahat edən məsələləri tez həll etməyə imkan verəcəkdir.